Bu arada haşiyə çıxaraq əlavə edim ki, tarixin atası adlanan Herodot Saklar, İskitlərlə bağlı iki rəvayət yazmışdır. Bir rəvayətə görə Sakların ataları Targitay adlanır, digər rəvayətə görə isə Herakl adlanır. Mən əvvəlki bölümlərdə günəş, qor kültüründən danışdım və qor sözündə qor, günəş, kral, hökmdar mənasında, Karuna, tac mənasında, Zülqərneyn, Hami Sami, Yahudi ərəb inancında iki buynuzlu rəhbər inancının olmasından və bunun davamı kimi türklərdə də Dədə Qorqud və Koroğlunun əslində qor kültürünün davamı olan hökmdarlar olduğunu geniş formada danışmışam. Yəni dolayısıyla bu Koroğlu inancı Yunanlarda daha sonra Herakl kimi fonetikləşmişdi. Demək ki, Herodotun qeyd etdiyinə görə Sakların, İskitlərin əcdadı Herakl, yəni Koroğlu hesab olunur. Lakin digər bir rəvayətə görə isə Sak İskitlərin atası Targitaydır. Yaxşı, Targitay nə deməkdir? Targitay sözünü əsasən tarım söz kökü ilə əlaqədar olduğunu və əkin əkən bir adam mənasına gəldiyi düşünülür. Lakin mən bu etimoloji təhlilin tamamilə səhv olduğunu düşünürəm. Burada Targitay sözü Tark, Türk və Tay formasında formalaşmış bir addır. Dolayısıyla Targitay Türk və Tay sözündən formalaşır. Yaxşı, buradakı Tay hissəsi nə deməkdir? Mən artıq atlı türklərin boylar halında yaşadığını və fərqli zamanda, fərqli coğrafiyalarda, fərqli siyasi hərbi birliklər yaratdığını qeyd etdim. Və bu siyasi birliklər əsasən könüllülük əsasında toylarda, qurultayda seçilən xanların rəhbərliyi ilə yaranan birlik idi. Və buradakı toy hissəsi həmin birliyi ifadə edən sözdür. Bu söz iki formada formalaşmış ola bilər. Bunun birincisi Türk dilində tik, tikmək, takım, tokka, toy, gücün sözünün kökü olan toy sözüdür ki, bu birləşməni, kilməni, bir yerə yığılmanı ifadə edir. İkinci etimoloji təhlil isə demək, deyim sözünün kökü olan dey sözüdür. Yəni deyim ilə, səs çoxluğu ilə seçilməni ifadə edir. Və etimoloji təhlillər göstərir ki, türklər əsasən belə hallarda bənzər bir neçə sözü fonetikləşdirərək bir söz kimi ifadə etmişdir. Toy sözü günümüz Azərbaycan dilində evlilik zamanı həyata keçirilən şənliyi ifadə edir. Və qəribə olsa da Azərbaycan dilçiləri toy sözünü doymaq sözü ilə eyni kök olduğunu düşünür. Lakin artıq qeyd etdiyim kimi buradakı toy sözü tikmək sözü və deyim sözünün kökü olan dey sözü ilə əlaqədardır və birliyi, səs çoxluğunu ifadə edir. Və biz türklərdə bu toy sözünü qurultay ilə seçilən rəhbər mənasında bir ünvana çevrildiyini görürük. Misal üçün artıq qeyd etdiyim kimi Targitay əslində Türk tay deməkdir. Yəni türklərin qurultay ilə seçilmiş rəhbəri Türk tay. Və biz bu sözü həmçinin Midiya şahı Deyok adında da görürük. Burada olan Deyok adı əslində tay və ağa sözünün birləşməsindən formalaşmışdır. Yəni əslində Midiya şahı olan Deyok toy ağası deməkdir. Və buradakı toy ağası, yəni seçim ilə gəlmiş ağa deməkdir. Midiya şahlarının adlarının etimoloji təhlilinə Midiya ilə bağlı qarşıdakı söyləşidə dəyinəcəm. Demək ki, biz nəyi müəyyənləşdirdik? Herodot Sak İskitlərin əcdadını iki rəvayətə əsasən, birində Herakl, yəni Koroğlu, digərində isə Targitay, yəni Türk tay formasında olduğunu qeyd etmişdi. Yəni dolayısıyla demək ki, Sakların əcdadı, ulu babası Türk tay olmuşdu. Yəni seçilmiş Türk olmuşdu. Və biz bu zaman Trakiya ərazisinin etimoloji təhlilini Türk sözü üzərindən
aparmalıyıq. Və digər bir məqam isə budur ki, Herodot öz kitabında yörüklərdən danışır və aparılan araşdırmalar göstərilir ki, əslində buradakı yörük sözü kürek formasında olmuşdu və daha sonra hansısa səbəblərdən bu səhvən yörük formasında yazılmışdı. Və biz beləliklə Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdən başlayaraq türk turqanlarını müəyyənləşdirmişik və həmçinin Herodotun Qara dənizin şimalında yaşayan Sakskitlərdən danışdığını və onların əcdadının Koroğlu və ya Targitay, yəni Türk tay olduğunu qeyd etdiyini və həmçinin türklərdən danışdığını, daha sonra bilinməyən səbəblərdən bunun buradakı türk sözünün yörük formasına salındığını görürük və həmçinin müəyyənləşdirdik ki, Midiya şahı Deyok da əslində Toygu, Toy ağa formasında olmuşdu. Və son Midiya şahı Astyakın vəfatından sonra onun qız nəvəsi Pirin hakimiyyətə gəlməsi ilə Türk-Midiya dönəmi bağlanaraq Fars-Əhəməni dövrü başlamışdı. Hansı ki bu farslar da bu ərazilərə eramızdan əvvəl 8-ci əsrdə gəlmişdi.